Xanımlara özel olaraq mətbəx hissəsi, mətbəx mebeli tavana qədər yığılıb və bütün aksesuarlarla təmin olunub, qabı yanından belə hər biri mövcuddur. 28 may metrosunun ikinci çıxışında 28 rezidensiya 4 otaqlı mənzilin daxili hol hissəsində giriş qapısının sol istiqamətində oturma hissəsi, qardırob hissəsi, sağ istiqamətində də qardırob yerləşdirilib, güzgülü açarlıq, kvadrat formasında 50 kvadratlıq qonaq otağı dəstini rahatçılıqla yerləşdirə bilərsiniz, TV stentinə kimi quraşdırılır. Mənzildə ümumilikdə 3 hamam otağı var. Ümumi hol hissəsində olan hamam otağı bütün aksesuarlarla təmin olunub. Birinci yataq otağı mebelləri istəyinizə uyğun olaraq yerləşdirə bilərsiniz. İkinci yataq otağı geniş yataq otağıdır və bu yataq otağının daxilində özünə məxsus hamam otağı mövcuddur. Üçüncü böyük yataq otağı. Bu yataq otağı da genişdir. Bütün otaqların hər birində kondisioneri mövcuddur. Bu yataq otağının da daxilində özünə məxsus hamam otağı. 28 may metrosunun çıxışında 4 otaqlı 195 kvadratlıq 790 minə olan bu mənzil haqqında ətraflı məlumatı şərh bölməsində qeyd edəcəm. Təşəkkürlər.